balacan. Ay Allah. Fulladı ha. Koy Allah evi yoxsa. O elə şey olar. Bəli, ola bilər. Çünki bu əməli eləyən və elətdirən insanlar üçün heç nəyin fərqi yoxdur. Allah Subhanahu və Teala gizlində olanları aşkara çıxardandır. Allah bu qardaşımızın vasitəsilə suda olan qıfılları oradan təmizləyir. Allah bu qardaşdan razı olsun ki, belə bir soyuq havada bu cəsarətli addımı atır. Qıfılla olunmuş cadunun məqsədi bunlardır. Həmin adamın ruzisini bağlamaq, bəxtini bağlamaq, həyatında və işində düyünlər və tıxanıqlıqlar yaratmaq. Yəni ruzinizdəki bərəkətin anidən azalması, yox olması, bəxtin bağlanması, evlənə bilməmək, evlisinizsə ailənizdə problemlərin yaranması və boşanmaya qədər gedib çıxmaq. Həyatınızda və karyeranızda olan düyünlər isə hara gedirsiniz gedin, hansı işə başlayırsınızsa başlayın, qarşınıza həmin an əngəllərin, maneələrin çıxmasıdır. Allah hamımıza bu düyünləri çözməkdə bizə yardım eləsin. Allah bu işdə sizi seçibsə, yəni cadunu tapmağı sizə nəsib edibsə, onu düzgün formada batil edin və ya bu işi bilənlərə yönləndirin ki, cadu olunmuş insan Allahın izni ilə bu bəladan qurtulsun.